İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri Kontr-Admiral Əlirza Tənkisiri məhv edilib. Bu barədə İsrail mediası məlumat yayıb. Amerika prezidenti Donald Trump, İsrailin baş naziri Benjamin Netanyahunun İranda üsyana açıq çağırış təklifini rədd edib. Bu barədə Axios məlumat yayıb. Nəşrin məlumatına görə Trump telefon danışığı zamanı bu fikrə sərt reaksiya verib. Niyə insanları küçələrə çıxmağı təşviq etməliyik? Onsuz da onları güllələyəcəklər. İran bugün İsrailə raket zərbələri indirib. Bu barədə İsrail mediası məlumat yayıb. נפל לידי 20 מטר ממני. İran ordusunun general-mayoru Əlirza Deqqani də Amerika və İsrailin zərbələri nəticəsində öldürülüb. Bu barədə İran mətbuatı məlumat yayıb. İrandakı müharibə may ayının ortalarında bitməlidir. Bu barədə Wall Street Journal məlumat yayıb. Məlumata görə Ağ Ev mayın ortalarında Pekində Çin lideri Si Jinpinglə Amerika lideri Donald Trump arasında görüş təyin edib və İrandakı müharibənin bu görüşə qədər bitəcəyini gözləyir. İsrail ordusu Livanda Hizbullah qərargahını məhv edib. Bununla bağlı görüntülər paylaşılıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin Beyt Şemeş şəhərinə birbaşa raket zərbəsi indirdiyini bildirib. İtkilər və dəyən ziyanın miqyası barədə məlumat verilməyib. Rusiyanın Leningrad vilayətindəki ən böyük neft terminalı Ust-Luga ardıcıl 2 gündür ki yanır. Qeyd edək ki, Ukrayna dronlar vasitəsilə neft terminalına zərbə endirmişdi. İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şahram İrani də Amerika-İsrail hücum nəticəsində öldürülüb. Şahram İrani 2021-ci ilin avqust ayında Ayətullah Əli Xamenei tərəfindən Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib. O, Hörmüz boğazının bağlanmasında əsas məsul şəxslərdən biri idi. Rusiya İrana ilk dəfə ağır bomba daşıya bilən, modifikasiya edilmiş havada manevr qabiliyyətləri yüksək Giran 3 və 4 kamikaze puanı tədarük edəcək. Bu İranın şahid dronlarının bazasında əks istehsal üzrə yaradılan dronlardır. Livanın cənubunda şiddətli döyüşlər gedir. Hizbullah qruplaşması ciddi itkilər verir. İsrail Müdafiə Ordusu Livanın cənubundakı Marjayun bölgəsində həyata keçirdiyi əməliyyat zamanı Hizbullahın bir qrup silahlısını zərərsizləşdirib. Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulqadir Uraloğlu 140 min ton neft yüklü tankerdə partlayışın xarici müdaxilə nəticəsində baş verdiyini qeyd edib. Nazir sualtı hücum versiyasının araşdırıldığını deyib. Sualtı hücumlarla bağlı ehtimallar dəyərləndirilir. Texniki qruplarımız hadisə yerinə yönləndirilib. Onlar yaxın saatlarda bunu müəyyən edəcəklər. Biz daha dəqiq açıqlamanı araşdırmadan sonra verəcəyik. Qeyd edək ki, Türkiyə məxsus Altura xam neft tankeri Qara dənizdə dronla vurulub. İran təxminən 100 raketi Amerikanın əhəmiyyətli bir hədəfinə atıb. Bunu Amerika prezidenti Donald Trump deyib. O, İranın Amerikanın vacib bir obyektini vurduğunu bildirib, lakin həmin hədəfin nə olduğunu açıqlamayıb. Qeyd edək ki, sözgedən obyektin Amerika Birləşmiş Ştatlarına məxsus F-35 qırıcısı olduğu ehtimal edilir. İran, Amerikanın mümkün quru əməliyyatlarına qarşı Xarq adasının müdafiəsini möhkəmləndirir. Bu barədə CNN məlumat yayıb. Qeyd olunur ki, son həftələrdə İran adada piyada və tank əleyhinə minalarda daxil olmaqla tələlər qurur, əlavə hərbi qüvvə yerləşdirir və hava hücumundan müdafiə sistemləri ilə yer-hava raket vasitələrini gücləndirir. Bu, Amerikanın adanı nəzarətə götürəcəyi ehtimalına qarşı hazırlıq məqsədi daşıyır. Vaşinqton bu adanı iqtisadi əhəmiyyətinə görə strateji təzyiq vasitəsi kimi qiymətləndirib. Çünki Fars körfəzindəki bu ərazi İranın xam neft ixracının keçdiyi əsas ticarət yoluna nəzarət edir. Lakin adanın güclü müdafiəsi bu planın yüksək itki riskləri ilə müşahidə olunduğunu göstərir.
Biz 10 mindən çox hərbi hədəfə zərbə endirmişik. İranın ən böyük gəmilərinin 92%-ni məhv etmişik. Onlar artıq dəniz gücünü real şəkildə nümayiş etdirmək qabiliyyətini itirib. Bu sözləri ABŞ Mərkəzi Komandanlığının rəhbəri Brett Cooper deyib. Amerika qüvvələri İran səmasında hava üstünlüyünü qoruyur. Rejimin yenidən bərpa imkanlarını aradan qaldırmışıq. İranın hərbi istehsal müəssisələrinin 2/3-dən çoxunu məhv etmişik və bunu tamamilə aradan qaldırmaq yolundayıq. Danışıqlar effekt verməyəcəyi təqdirdə Amerika İrana son zərbə endirəcək. Bu barədə Axios anonim Amerika rəsmilərinə istinadən məlumat verib. Qeyd olunub ki, buna İranın Xark, Əbu Musa adalarının tutulması və quru əməliyyatlarının başlaması da daxildir. Bundan başqa, İranın neft tankerləri ələ keçirilə və nüvə, enerji təsisatlarına zərbələr endirilə bilər. Qeyd olunub ki, qüvvələr hazır vəziyyətdədir, lakin hələlik bununla bağlı qərar verilməyib. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözcüsü İbrahim Rezai Amerika prezidenti Donald Trump ilə mümkün dialoq məsələsinə kəskin münasibət bildirib. İranlı rəsmi Vaşinqtonla hər hansı danışıqların aparılmasını strateji səhv adlandırıb. İbrahim Rezai qeyd edib ki, Amerika ilə danışıqları diplomatlar deyil, hərbiçilər aparmalıdır. Şeytanla istənilən danışıqlar strateji bir səhvdir. Qoy Donald Trump ilə danışıqları raketlərimiz və silahlı qüvvələrimiz aparsın, deyə o qeyd edib. İslam İnqilabı Keşikçiləri Korpusu Geyçək və 4 əməliyyatının 82-ci dalğası çərçivəsində Amerikanın regiondakı bazalarına hücum edib. Bu barədə Sepahın mətbuat xidməti məlumat yayıb. Zərbələr Amerikanın Arifcan və Əl-Xarjdakı bazalarının əvvəlcədən müəyyən edilmiş hədəflərinə, eləcə də regiondakı bir sıra digər obyektlərə yönəldilib. Həmçinin iddia edilib ki, əməliyyat zamanı Şeyx İsaqdakı Patriot radarı, P-8 kəşfiyyat təyyarələri üçün anqar, Amerikanın dəstək yanacaq anbarları, M9 pilotsuz uçuş aparatları üçün anqar və Əli Əl-Salim aviabazasındakı Peyk rabitəsi antenası vurulub. Sepah qeyd edib ki, hücumun təfərrüatları sonra açıqlanacaq. İranlı müzakirəçilər çox fərqli və qəribədir. Onlar bizdən razılaşma üçün yalvarırlar. Məhz bunu etməli olduqları şey budur. Çünki onlar artıq hərbi cəhətdən tamamilə məğlub olublar və geri qayıtmaq şansları yoxdur. Bu barədə Amerika prezidenti Donald Trump sosial media hesabında yazıb. O qeyd edib ki, onlar açıq şəkildə iddia edirlər ki, yalnız təklifimizi öyrənirlər, səhv edirlər. Çox gec olmadan əvvəl buna ciddi yanaşmağa başlasalar yaxşı olar. Çünki bu baş verməsə geri dönüş olmayacaq və işlər çirkinləşəcək.